Dedim sağ ol əziz qardaşım, müəllim, bəli müəllim. Müəllimə yox. Müəllim Azərbaycanda əzizlərim, Azərbaycanda bir cins var. Yəni orta cins, kişi cinsi, qadın cinsi Ruslardakı kimi yoxdur. Müəllim müəllimdir. Deyək ki, müdürdür. Məsələn, deyək ki, burada fransızlarda da məsələn direktora direktris deyirlər qadından. Kişisinə direktor yox. Ruslarda da onun kimi. Yəni o nöqteyi nəzərdən onlar da bizim dəxilimiz yoxdur. Bizim dilimiz türk dilidir və biz orada bizdə şəxsdə şey yoxdur. Qadın cinsi, kişi cinsi sözlərdə heç şey yoxdur. Ona görə də müəllimə sözü ümumiyyətlə bizə dəxli yoxdur. Sağ olun əzizlərim, sağ olun. Allah canınızı sağ eləsin. Və bu gəncə də rast gəlsəniz Bakıda, başa salın onu ki, kişi insanları yığırkən biz bu hakimiyyəti dəyişəndən sonra sən bir yox, 2 dənə ev alarsan, 3 dənə ev alarsan, qorxusu yoxdur.